Salam aleyküm, əziz və hörmətli dostlar, xoş gördük. Bu gün də bir ayrı səfə kitabımızdan oxuyaq və aydınlaşmağa çalışaq. Mən bu günləri 26-cı dərsimizin videosunun altında öz vebloqumda yazı yazmağa başlamışdım. Orada bir cümlə deyir, mən o cümləni açıqlamağa çalışırdım. Aydın sözü işlətmişdi. Aydın nə deməkdir? Adam nədir olar, aydın olar? Biz yuxudan dururuq, deyirik günaydın. Əcəba aydınsızlıq varmı ki ona biz aydın deyirik? Aydın nə şəraitdə, hangi koşullar altında bir nəfər aydın olar? Aydın olmayan adam var mıdır? Əgər vardır, onu biz hangi sözlə səsləyirik? Ona ərəbcədə irtica deyilir məsələn. Buna çoxlu sözlər var ingiliscədə. Roşənfeç farsca deyilir məsələn. İrtica, elit, enlightenment ya enlightened, yəni roşənfeç. Enlightenment o bir dövrədir ki, o İnsanlar məsələn roşənfiç olurlar. Məsələn, əlbəttə roşənfiç deyil əsla. Əsla anlamı o deyil. Deyirəm, mən bu gün baxanda gördüm ki, çox fərqli bir... Biz brainwash olmuşuq hər cəhətdən, dizini axtarsaz. Onları mən bu günləri çox diqqət edirdim. Gördüm ki, çox acib qəribə sözlər var ki, biz bunların mənasını gərək bilək və özümüz gərək tərif edək. Özümüz Azərbaycan və türkçülük gözü ilə baxaq, tərif edək. Mütəəssifanə bizlər bunlarda ciddi deyilik. Hər halda qeydaq kitabımıza və bir səfə oxuyaq. Umaram ki, mən eləyə biləm o haqda bir yazılar qoyam ortaya. Dostlar da onun üzərindən başlayarlar, hərəkət eləyərlər. Kitabımızın adı Sümürgəcinin portresi, sümürgələşdirənin portresi. Mən bunu videonun altında yazıram. Sümürgəcilər və sümürgələşdirənlər. Bu 33-cü dərs olacaqdır ki, biz bugün başlayırıq. Bu kitaba görə mən hər dəfə bunu deməliyəm, taza dostlar gələndə bilsinlər, nəyə qulaq asırlar. Bu kitab hududən 64 il bundan qabaq, mənim bir yaşım olar zaman bu kitab çap olubdur. Ehtimalə məndən bir il böyükdür bu kitab, 1-2 il məndən böyükdür. Çünki bunun yazılması və sonra çapa getməsi, Fransaya gedib orada buna müqəddəm yazılması özü bir uzun işdir. Fikirlən bir ildən də çox sürərmiş. Hər halda bu kitab məndən yaşıddır. Çox ciddi kitabdır. 3-cü dünya dedikləri ölkələrdə bu kitab dərs oxunurdu. Hətta Allah saxlasın, şəfa versin, Dökür Xaniçi Xatəminin muavini idi. O bunu bizə dərs verdi. Nəzəriyyəhay Cəhan-ı Sevvum adında orada bizə bunu da o dərsin içində biraz dərs verdi. Amma indi görürəm ki, o yazıqda o qədər bunu bilmirmiş ya da mən düşünmürmüşəm. Burası da var. Bəlkə mən də düşünmüşəm. Kaş məsələn o zaman gəlirdilər bu kitabı bizə nağıl kimi oxuduydilər, təhlil elətdiriydilər, yazdırıydilər, oxuyuydilər, açıqlayıydilər və bizə icazə verirdilər fikirlərimizi, düşüncələrimizi ortaya qoyuyorduq. Amma yox imiş. Bu kitab Fransa dilində yazılıbdır. Tunesli yazar yazıbdır. Tunes özü o zaman Fransa'nın, Əlcəzair və Tunes o zaman Fransa'nın müstəmirəsi, yəni sümürgəsi idi və onlarda sümürgəçilik hakimi idi. Bu oğlan uşağı da gedir Fransada dərsini oxur, doktorasını alır, Sorbondan gedir, gəlir vətəninə. Vətənə gələndən sonra orada inqilab görür ki, inqilab başlanıbdır. Tuneslilər Fransəlilərə qarşı inqilab elirlər. Bu inqilaba azdan çoxdan qoşulur və bu kitabı yazır. Bu kitab o gündən bu günə bir çox millətin ayaq üstə durmasına yol açıbdır. Güney Azərbaycanda hər kimsə, İranda, hər türk, ərəb, bəluç, türkəmən, qəşqayı, lor, giləş, mazən, taliş, kürd, hər kəs deyirsiniz deyin. Bu kitabı oxumadan milli hərəkətlərinə qarışsa, yolu yarımçılıq bilmir əslində. Yəni, biz bu kitabı oxursaq dahi milliləşərik. Çox gözəl açıqlamalar var. Hər halda 64-cü səhifənin 1-ci sətrindən başlayıram.
Bu bir yarım səfə, düzdən 2 səfədən biraz azdır. Bu fəsli qurtarsın və gələn fəslimizə də görək necə olacaqdır. Aslında bu iki çaba bir-birindən ayrılmaz. İki dana dedi ki yol vardı da, dünənləri bu dərsi oxuyanda dedi ki iki yol var. Və bu iki yollar, biri budur ki sümürgəçiliği davam edir. Yəni dövlətə dedik, sümürgəçi kimdir? Hər fars və hər farsa işləyən və dövlət adamları, fərq eləməz, türk olsun, ərəb olsun, o fərq eləməz. Bunlar sümürgəçidirlər. Deyir ki, bunlardan birisi bilər ki, sümürgə düz deyil, amma ona davam edər. Biri də var, bilər sümürgə şeydir, onu nəqd edilər, biraz etirazları var, amma o da yolunu seçər. İndi görək nə olur. Aslında bu iki çaba bir-birindən ayrılmaz. Bu iki dana yol bir-birindən ayrılmaz. Dünənkinə əgər baxsaq belə demişdi, böyle bir neydi? Böyle bir ödünü hak edecek kadar yüce olan erdemlilerini, biri de bu deyirdi ki bunlar sümürgəçilər gəlirlər, tarixi değiştirərlər, mətn yazıları değiştirərlər, taza yazı yazarlar və değiştirərlər. Biz ona cəhli deyirdik. Ondan sonra da bu sümürgə millətin təhqir edərlər. Onların ərdəmlərin, yəni fəzailə əxlaqi, o şey ki ərəbcə deyilir, o önəmli əxlaqi usulları kiçildərlər və onları bir cür görsədərlər ki, bunlar siz türk deyilsiniz, azərisiniz məsələn. Onları değiştirməyə çalışarlar, onları bunların başına vurarlar və bu qəsbilçiliyin, yəni işğalın bir tərəfidir. Hər halda görək ki, nə deyir? Huzursuzluğu və kəndi haqlı çıxarma arzusu həm qəsbçinin kəndisini göklərə çıxarmasını, həm də qəsb ediləni yerin dibinə batırmasını gərəktirir. Bu ikisinin də deyir ki, amacı nədir? Bu iki yolunda. Bir huzursuzluğu. Bunların içində bir huzursuzluq var. Huzur dedik ki, farsça aramış deyirlər. Relaxation. Relax olmaq. Rahatlamaq. İçdə bir rahatlıq olmaq. Deyir bu və kəndini. Bir içində huzursuzluğu var adamın. Bir də kəndini haqlı çıxarma arzusu. Bir də bu arzusu var ki, özün haqlı görsə də. İstir deyək ki, sümürgəni, çünki bu sümürgə istəyidir da, İran dövlətinin qahirməndidir, qarigəridir, müəllimidir, ustandarıdır, fərmandarıdır, nümayəndə məclisidir, şəhər şurası üzvüdür, şəhridarıdır, amcış pərvərişinin rəisidir, radio televizyonun işləyənidir, bancın işləyənidir, bimaristanın işləyənidir. Deyir bu, kəndini haqlı çıxarmağa özünü, çünki burada işləyir axı, işlədiyi üçün özünü haqlı çıxarmağa da arzu elər. Mən haqlı, mən bir cür olar, yəni insanlar məni görsünlər ki, mən haqlıyam. Mənim dediklərim düzdür. Həm qəsbçının, həm də ki, işğalçının, farslar ki, Azərbaycanı, o birisi yerləri işğal ediblər, qəsbçının kəndisini göklərə çıxarmasını, həm də ki, bunlar çalışarlar ki, özləri bir tərəfdən, özləri olsunlar, haqlı çıxsınlar, içəriləri də aram olsun, yavaş olsun, rahat olsun. Üçüncüsü nədir? Bunlar istəyirlər qəsbçını da göylərə çıxadalar. Yəni işğalçını, farsları da göylərə çıxadalar. Görürsünüz ki, bu da farsların içində yaygın bir kəndisini göylərə çıxarmasını. Həm də bir dana da var, dördüncüsü də, həm də qəsb ediləni, indi hara qəsb olubdur? Azərbaycan, türklər, Tunes. Deyir ki, qəsb edilən yerin dibinə batırmasını gərəktirir. Həm də ki, çalışar ki, qəsb ediləni, türkləri yerin dibinə soxsun, təhqir eləsin, ayaq altına salsın. Dəqiqən bu o şeydir ki, biz 100 ildir bunu yaşırıq. Coçlar, tohinlər, təhqirlər, radio, televizyonda, kitablarda, dərslərdə tariximizi aradan aparmaq, dilimizi aradan aparmaq bizə. Baxın, təhqirin ən başda gələni budur. Birincisi, bizim hakimiyyətimiz yoxdur. Ən başda gələn təhqir budur. Ondan sonra
bizim dilimizi aradan aparıblar, fars dilimizi zorla soxublar beynimizə, ağzımıza. Sən gərək farsı danışasan. Bunlar ən böyük təhqirlər bunlardılar. Yəni sizin varlığınızı əlinizdən alırlar, sizin əlinizə mən bunu hey deyirdim ki, Allah bu nədir, bu uşağın ağzına bir şey soxublar, plastik uşaq süt əmməsin deyə, məşğul olsun, ağlamasın desin və bir şey əmir. Yadımdan çıxmışdı. Dün gördüm ki, dünən gördüm Türkiyədə ona əmcik deyirlər. Biz də elə əmcik deyirdik insafən. Bizə bir əmcik veriblər, fars dili, fars kimliyi. Biz onunla məşğuluq, yuxuluruq. Ayrıca, indi bu 4 dananı dedi ki, bunların ikisinin də yolu ora gedər. Ayrıca, bu tamamlayıcılıq bu iki hərəkətin karmaşık ilişkisini ortadan kaldırmaz. Deyir ki, ayrıca bu karmaşılık ki bunların ikisinin de arasında vardı, tamamilə, yəni dibindən kökündən, tamamilə biz desək, Türkçədə dibdən kökdən bu iki hərəkətin ortadan qaldırılmasını və də bunların ilişkilərini, bunların əlaqələrin, rabitələrini ortadan qaldırmaz. Bu da bu. Üstəlik əlavə. Əlavə sözü ki vardı. Bə əlavə, məsələn, farsıda deyirlər. Ezafi bər'in. Burada üstəlik. Üstəlik qasb edilən nə qədər ayaklar altında çeynənirsə, qaspıcı o kadar çok zəfər kazanır və ardından da suçluluğunu kabul edərək kendini iyice məhkum edər. Diqqət buyurun, görün nə gözəl sözlər. Deyir ki, üstəlik qasb edən, yəni İran ordusu gəlibdir, indi yaxşı Fars ordusu gəlibdir Azərbaycanda, 21 Azərdə bizi şikəst veribdir. Hükümətimizi, milli hükümətimizi yıxıbdır. Bizim kimliyimizi, dilimizi, tariximizi, ədəbiyyatımızı, hükümət, hər şeyimizi ayağın altına salıbdır. Deyir ki, üstəlik qasb edən, qasb edilən, bizim bizlər, Türklər və bizim şeyimiz, nə qədər ayaqları altında çeynənirsə, çeynəmək bilirsiniz, məsələn, bir şeyi biz qoyuruq bura, adamsın, məsələn, çeyniruq, saqqız, çeyniruq. Nə qədər deyir ki, bir dana adamı ayaq altına salasan, saqqız kimi ayaq altında əzəsən. Ayaq altında da bəllidir ki, çeynəmək işlənir. Yəni, bir sifətdir, eləmək olur ki, onu qoymaq. Deyir, nə qədər ayaq altında bu adamı, bu milləti salasan, qəsbiçi işğal olunmuş millət ayaq altına əzəsən, qəsbiçi o kadar çox zəfər kazanır. O qədər çox özün zəfərli bilər, qudrətli, güclü bilər. Dostlardan biri bir məqalə yazıbdı. Bizim Allah səlamət eləsin döşkür Məhəmməd Hüseyin Yahyayı cənabları mən Günas TV-də proqramlarıma gələrkən bu 20 bizim milli hərəkatımızda farslar gələndən sonra bir çox insanlar 25 mindən izafə insan qətliam oldu, öldürdülər. Onlar min qaçmağa məcbur oldular. Ən azı 5.000 bu gün amar verib bir dana dostumuz, istəyirəm onu deyəm yəni. 5.200 neçə nəfərdən 1013 ailə Azərbaycandan tutulublar, bunları Loristana təbid ediblər. Onlara orada bir kəmp tikiblər, kəmp yaxşı belə bir ambarlar tikiblər, evdəyi ambarlar. Orada məsələn yüzlər nəfəri töküblər bir ambarda yatsınlar. Bu cür bir durumda bunları saxlırmışlar. Silo deyək, ya silo, ambar elə də bizdə ambardır. Silo onun şeyidir, ingilis hissəsidir. Deyir ki, bu dostumuz oraya yazıbdır. Bu Türk məqalələr sitəsi və işləyənləri çox sağ olsun. Yazıblar ki, təb'id Azərbaycan. Yazar orada qorxusundan ya brainwashlıqdan götürüb yazıb ki,
muhaciran Azərbaycani ki, orada da özü yazır ki, bunlar 500, 5200 neçə nəfərdilər. Onlar kəmpidə saxlayırlar, yüzlər adam soxublar bir evə, amma muhacir sözündən işdir. Dostlar, muhacir sözü orada olar ki, bir insan özü öz iradəsi ilə ehtiyacı olmayaraq köçər. Məsələn, bir nəfər Təbrizdən istir köçür gələ Kanadaya. Əvvəl öz iradəsi ilə köçür. Yəni, deyir ki, mən istəyirəm gedəm, orada yaşayam. Biri bu. İkinci ki, budur ki, orada qalmaq imkanı var. Yəni, eləyə bilər orada qalmağı seçsin. Gəliri yaxşıdır, işi yaxşıdır, filanı yaxşıdır. Amma bu oradan köçməyi seçir. Bu fərqlidir. Bundan ki, bir nəfərə siyasət götürəsən, adam köçməyə məcbur qala. İşsiz. Məsələn, işsiz adam. Bu seçmir, məcburdur köçsün. Buna köç deməzlər. Bu köç deyil, bu icbardır. Ya bir iddə adamı istihdam edirlər, göndərirlər. Bu da köç deyil. Bu da məcburdur, idarədir. İstihdam edir dövlət, deyir ged ora. Ya da ərz edeyim ki, bir iddə adamı təbid edirlər. Deyirlər ki, sən gedəcəksən ora, filan yerdə yaşayacaqsan, gündə də polis səni görəcək. Bunlar mühacirət deyil. Bu, istədim burada deyəm ki, dostumuz gözəl bir məqaləni götürüb yazıbdır, döşkür. Muhammed Hüseyin Yahyayı bunun bizə amarını demişdi, məsələsini demişdi, açıqlamışdı. Amma dostumuz da bir məqalə yazıb o haqda. İttilaat Ruznaməsinin yazısına istinadən yazıb özü də. Gözəl, yəni bu gözəl sözdür. Ki, gedib axtarıb, tapıbdır, oradan yazıbdır. Bu özü bir təhqiqdir, araşdırmadır, sağ olsun, var olsun. Bir dənə ayrı sənətdir ki, o zaman, məsələn, biz bildik ki, bunlar İran İttilaat Ruznaməsi də o zaman yazıbdır ki, bunlar ora təbid oldular. İndi bəlkə bu araşdırmalar devam tapsa, biz ayrı təbidləri də tapaq. Qaçqınlıqları da tapaq. Qaçqınlıq deyil, bunlar da dediyim ki, bunlar da dövlət zorla sürgün edir. Zorla sürgün edir. Sürgün eləmək sürmaqdır. Sürmək, məsələn, biz baxın, dostlar, mal heyvanı biz sürərik. Nə cür? Məsələn, cütə sürürük. Bunları bağlarıq cütə. Daldan da bir nəfər yapışar, bunları vurar. Vurar, bunları zorla hərəkətə salar. Onlar orada işlərlər bu adama. Buna sürmək deyərlər. Çünki o inək göylü ilə bizə işləmir. Biz onu zorla bağlırıq, işləririk. Sürmək də bu anlamdadır. Yəni, bu sürgün olmaq bu deməkdir. Amma istədim deyəm ki, dostumuz, məsələn, mən görürəm ki, onda brainwash nə qədər təsir eləyib. Eləyə bilər yazar ki, məsələn, təbid şodəqan, kuç ecbari. Amma bunlardan istifadə eləmir. O gəlirdir muhaciran. Muhacir kəlməsi deyəndə siz bunun tamam acılıqlarını alırsınız, dadlığa çevirirsiniz. Mən muhacir deyiləm Kanadaya. Mən qaçqınam, sığınaqçıyam. Yəni, mən canımı götürmüşəm, gəlmişəm burada, gözləyirəm ki, vətənimdə bir mövqeyyət olsun ki, edəm ora. Bu qaçqınlıqdır, bu sığınacaqdır. Muhacir odur ki, dostumuz var, məsələn, evini satıb, mülkünü satıb, qəşəng bir əvvəldən də nəxşəsi varmış, gedib dil öyrəşibdi, iş öyrəşibdi, mən orada gedəcəm, nə işləyəm? Axtarıb tapıb Kanadada hangi işlər lazımdır, hangi işlərdə gəlir azdır, çoxdur, onları öyrəşib, ya mən hangi işi burada başlasam, orada gedib görə bilirəm, o işi orada öyrəşib, gəlib burada işləyir. Bu muhacirdir. Amma mənə tay adamlar, yüzlər, minlər adam ki, mənə tay gəliblər, bunlar icbar üzü ilə gəliblər. Bunlar yaşamların qorumaq üçün gəliblər. Hər halda, istədim ki, o şeyi deyəm. Deyir ki, üstəlik qasb edilən nə qədər, məsələn, türklər hər nə qədər ayaqları altında çeynənirsə, əzilirsə, yəni, qasbçı o qədər qəsb edən, yəni o işğalgər, o qədər çox zəfər kazanır. Çox zəfər qazanır. Zəfər dedik ki, ərəbcə sözdür, piruzə onun farsçasıdır. Biz də deyirik, udmaq, qazanmaq. Və ardından da suçluğunu qəbul edərək kəndini iyicə məhkum edər. Deyir, ardından da o şeyi ki, bunları vurdu, suçluğunu da qəbul edər. Yəni, burası bizdə yoxdur. İranda bu cür suçluq yoxdur. O qətliam eləyiblər. Hala, indi bunun üstünə 50 il geçir, amma hala onun üstünə dayanıblar ki, o qətliam deyil. Deyir ki, qəbul edərək
kəndini iyicə, özün də yaxçı çox, yəni çox, iyicə burada çox anlamındadır, məhşum edər. Mən indi burada bilmədim ki, əcəba o məsələn Fransəlilər o zaman Tunesliləri öldürüblər, sonra da özləri məhkum ediblər. Bu anlamdadır, şikəncələri məhkum ediblər. Çünki biz bunu İranda görmürük. Mənim belə bir düşüncəm yoxdur İranda sümürgədən ki, özün məhkum eləyə, sonra da məsələn məhkum eləyirsə xəsarət verməlidir. Məsələn mən 2008-də ya 9-da bir məqalə yazdım ki, yəni biz İran dövləti əleyhinə şikayət edirik. Xəsarət alaq, çünki bizim yaşamımız əlimizdən çıxdı. Bizim ən böyük zərər ki, bizə vurublar, vətənimizdən bizi qaçırdıblar. Yəni, bunu milyardolar dolarından cübran eləmək olmaz. O zərər ki, mənə ruhi rəvani dəyibdir, ailəmdən, famililərimdən, sevdiklərimdən uzaqlaşmışam, onu hangi pulla ölçmək olar? Hər şeydən dalıya qalmışam. Hər halda. İran bu cür bir şeylərə girməz. Hər halda farslar bu cür bir şeyə girməz. Böyləcə, yəni beləsə nə? Yəni dedikdə nə olar? Kəndi ritmindən, ritm bilirsiniz də bu ahəng çalanda, musiqi çalanda onun bir ritmi var, bir hərəkəti var, bir musiqinin bir məsələn çalmanın bir sistemi var. Məsələn oyun havasının bir ritmi var, ayrı havalarında bir ritmi var. Kəndi ritmindən sürəkli bəslənən, öz işinin o hərəkətindən, cərəyanından sürəkli, tez-tez bəslənən, yəni ondan təğziyə deyirlər farsça, təğziyə olunan. Ondan bəslənmək, yeyib kökəlmək. Biz bir dənə heyvanı bir şey veririk, məsələn qurbanlıq deyirik məsələn heyvana, ona çox veririk, onu bəsləyirik ki, yekəlsin, çox ətlənsin, şey olsun ki, biz onu sonra kəsək. Əlbəttə bəslənmək kəsmək üçün deyil, o onun bəslənməsidir. Bizim amacımız başqadır, amma onu da bəsləyirik, o ayrıdır. Deyir ki, kəndi ritmindən sürəkli bəslənən, ondan yiyən, təğziyə eləyən, yəni özü öz işindən təğziyə olur. Farslılıq deyir ki, Hünər nəzdi İraniyan əstü bəs və onu fikirli bəlkə o onun özünü dubara şarj edir. Yenidən şarj olur. Deyir ki, məsələn, zəban-ı şirinə farsi. O onu şarj edirdi. Vaqəən buna inanır ki, dünyada bundan şirin dil yoxdur. Özü də desən ki, məsələn, neçə dil bilirsən? Heç neçəsini bilmirəm. Yəni, adama soruşsan ki, sən neçə dil bilirsən bunların içində? Qəzavət edirsən ki, farsi yaxçı dildir, şirin dildir. Məsələn deyirəm, ərəbin dilin varissən farssan, türkün dilinə o qədər ki, bir türk, mütəxəssis türk bilir, sən də farsını da bilir, sən də bilirsən. Ya o qədər ki, Fəransəni bir nəfər Fəransəli bilir, sən də Fəransəni o qədər bilirsən ki, farsı ilə müqayisə eləyəsən, deyəsən ki, hangisi yaxçıdır? Ya hər dili, bir dənə filan kətdə bir dil var. 50 nəfər, 10 nəfər, 5 nəfər ondan danışır. Sən əcəba o dili o qədər bilirsən ki, deyəsən onun dili məsələn şirin deyil, mənim dilim şirindir. Və bu şirinlik hər kəsənin öz sevdiği, mənim bir sözüm var deyərəm dostlara, deyərəm ki, hər kəsənin özünün əlində olduğu, ona malik olduğu dünyanın ən gözəl və ən şirin bir şeyidir. Mənim 4 dənə uşağım vardı. Mümkündür bir çox adama normal adam gələrlər. Amma mənə dünyanın ən şirin uşaqlarıdırlar. Ən gözəl, ən məhəbbətli. Çünki niyə? Çünki mənimdir. Mənə nə ki o birisinin uşağı məsələn 2 metr boyudur, ya çox ağdır, ya çox qırmızıdır, ya çox sarıdır. Mənə nə? Ya mənə nə ki məsələn onun savadı nə qədərdir? Onlardan əslən mən onlardan həzz almıram ki. Mümkündür məsələn görəm deyəm, nə gözəldir. Amma elə bu qədər, yəni qutardı getdi. Amma bu mənim öz uşağım, öz ailəmdir. Mənim nəvəmdir. Bu dünyanın ən şirin balasıdır mənim üçün. Yəni çünki mənimdir. O şey ki mənim deyil, ona mən nə cür həzz eləyə bilirəm. 1 saatlıq, 10 dəqiqəlik, 5 dəqiqəlik. Məsələn, gedirik bir parça mənim deyil. Ya gedirik bir qonaqlığa, o ev mənim deyil. Mən orada bir 5 dəqiqə, 10 dəqiqə oturub orada bir ləzzət aparacam, gələcəm. Amma bu ev ki mən otururam mənimdir. Hətta icarə də olsa, bura mənimdir. Mən burada rahatam, bura mənimdir. Bura dünyanın ən gözəl yeri olmalıdır.
Onun üçün hər kəsən öz əlindəki, fars öz əlindəki deyir, gözəl dildir. Mən də öz dilimi deyirəm, gözəl dildir. Kəndi ritmindən sürəkli bəslənən, şiddətlənən, bəslənəni dedi orada, yəni özü özündən güc alır. Şiddətlənən bu mekanizmanın ivməsi yüksəlidir. Yüksəlir. Deyir ki, bu şiddətlənən bilirik da ərəbcə sözdür. Yəni güclənən, zorlaşan, çətin yox ha, yəni zoru çoxalan. Bu mekanizmanın, bu sistemin, yəni o misalını indi vursam yaxşı olar, amma qoyun bunu oxuyayım, qurtulum sonra. Mekanizmin, yəni o istimar sistemi ki, sizi ayaq altına salıb əzir və əzdikcə hər nə qədər əzir, belə özü güclü görür özün bəslir da və güclənir onu. Bunu deyir ki, bu mekanizma ivməsi. İv, dostlar, yazıb ki, mən bunu farscası şitab. İvməsi yüksəlidir. Onun sürəti daha çoxalar. Yüksəlir, yəni ivməsi yüksəlir. Yəni onun rəvani vəziyyəti üzdən yuxarıya gedər. Etimad be nəfsi çoxalar. İndi ona görə siz farsları görürsünüz. Heç birisi, deyək ki, heç birisi deməyək, deyək ki, %99'u bir dil bilir. %1'i iki dil bilir. Məsələn, bir farsı bilir, biraz da İngilisi bilir. Biraz farsı bilir, biraz məsələn türkçü bilir. Biraz farsı bilir, biraz Fransa bilir. Bu qədər, çox az. Amma bir türk, bir ərəb, bir bəluç, bir lor, bir cilək, bir mazəni iki dil bilir. Fars və öz ana dili. Ən azı. İndi İngiliscəni də bilir. Mədrəsədə oxuduğumuz dillərdən də. Ərəbcəni də elə o qədər ki, fars dilini bilir, bu da bilir. Deyir ki, amma o istimarçı hər nə qədər fars dilini sənə təhmil eləsə, belə fars dilində özün güclü görür. Bu o mekanizmadır, o mekanizmidir. Özü özün bəslir da, dedi, özü özün bəslir, özü özünü gücləndirir. Elə bilin ki, məsələn, saatı qurmasan işləməz. Amma bir dana saat fərz edin ki, özü özün qura. Bir dəfə sən qurdun, ondan sonra özü özün elə quracaqdır, işləyəcəkdir məsələn. O otomatik saatlar məsələn bu modeldə işləyirlər. Tamam. Sonunda qəsbçi qasb ediləni ortadan kaldırmaya yönələcəkdir. Sonunda deyir, bu yolcu gedir əzdikcən. O əzdikcən sən əzilirsən, sən dalı oturursan, o da güclənir. Rəvani, siyasi, iqtisadi güclənir. Çünki hər şeyi səndən somurur, alır da, sənin iqtisadını, puluvu, gücüvü işlədir, maliyyat çox alır, filan bəhman alır. Deyir ki, nə olur? Sonunda, bu işin sonunda, bu davam tapdıqca qəsbçi, qasb ediləni, işğalgər, işğal olunanı nə edəcəkdir? Ortadan kaldırmaya, ortadan qaldırmağa, götürməyə, aparmağa yönələcəkdir. Yol tapacaq. O tərəfə gedəcək ki, səni aradan aparsın. Dəqiqən bu o işdir ki, bizlə Rıza Şahdan bu günə bizlə bunlar görürlər. Rıza Şah da deməyək buna, Rıza Palani ya təvləçi şah yönələcəkdir. O yola gedəcəkdir ki, səni kamilən aradan aparsın, dilivi aradan aparsın, hüküməti aradan aparıbdır. Sənin milli hakimiyyətin aradan gedibdir. Əslində baxın, milli hakimiyyəti əldən verən millət heç bir şeyə sahib ola bilməz. Heç bir şeyə. İmkansızdır. O cünəcan ki, bir millət milli hakimiyyətin ələ gətirməyibdir, istimarçı ona bir şey verməz. Çünki onun yalnızca varlığı belə qaspıçılığını hatırlatmağa hatırlatmaqdadır. Deyir ki, niyə onu aradan aparmağa gedəcəkdir? Çünki
Onun yalnızca varlığı fəqət türkün ağa, türk olmağa, elə bu ki deyə haray mən türkəm, bir türk var. Əslən sən deməyəsən, o deyir ki, sən Azərisən, sənə ad qoyur. Ha, bilir ki, sən Azəri deyilsən, sənə ad qoyur. Bilir ki, sən türksən, sənə ad qoyur. Deyir elə sənin bu varlığın belə neynər? Qəsbçiliyini, onun qəsbçiliyini, onun işğal etməsin xatırlatmaqdadır. Ona hey yadına salar, hey onun yadına salar ki, sən qəsbçisən, sən işğalgərsən. Bura türkdülər, sən farssan. Elə bu bunu görəndə bunu bilir. Bu türkdür, mən farsam. Buranı biz işğal eləmişik. Bu bunu biləcəkdir, xatırlayacaq. Yəni sənin diriliğin, hətta sən panfars da olsan, paniranist da olsan, o bunu səni görəndə deyəcək ki, bunlar türkdülər. Mən bunları farslaşdırmışam, mən bunları torpağın işğal eləmişəm. Bu onu özü biləcəkdir. Varlıqların, beyinlərin işğal eləmişəm. Deyir ki, geridə gedərək, qabağa getdikcə, gedərək şiddətlənən zulüm də onu iyicə zalim yapmaqdadır. Deyir, get, qabağa getdikcə, o əziyyət verdikcə, ayaq altında əzdikcə, gedərək, qabağa getdikcə, şiddətlənən, zorlanan o güc, onların baskıları, ayaq altında əzmələri, onun zulmü də, şiddətlənən zulmü də, nə olur? Onu iyicə, o sümürgətini iyicə zalim yapmaqdadır. Onu daha pis, burada iyicə, yəni pis anlam, daha pis zalim eləyəcəkdir. O zalim gün-gündən daha çox zilm eləyəcəkdir, daha çox zalim olacaqdır. Yəni, tipik bir qəsbçi modeli olan Neron, Britanikusu barbarca qatl etməyə və peşinə düşməyə gəlmişdir. Deyir ki, bir dana misal vurur tarixdən. Tarixdə bir Neron var. Bir dana da Britannikus var. Britannikus. Bir Neron var, bir Britannikus. Bu Neron bir iş görür. Zalimdir. Bu Britannikus da bununla savaşır. Yəni Neron padişahdır əslində, imperatordur. Beləsi deyək də. Əksərən biz buna görə bir şeylər oxumuşuq. Neron bir imperatordur, çox zalimdir, öldürücüdür. Və Britannikus da bunun qabağında öz millətindən difa edir. O bunun üstünə gəldikcə axirdə bu Britannikus nə edir? Məcbur olur qaçsın. Bu qaçdıqca o da bunun dalısıcan gəlir. Nə qədər ta bunu qətliam eləyə qutara. Bunu istir deyə. Deyir, yeni tipik. Tip bilirsiniz da, yəni məsələn deyək ki, bir dənə model gəlir, o modelə tip deyirlər. Filan kəs tip vurubdur. Yəni məsələn bu tür geyinibdir. Bir dənə bir modellər. Tip amma yəni məsələn o modeldə hərəkət edən adamlara bir tip deyirlər. Məsələn fərz eləyin ki, indi yox, amma bir zaman mümkündür ki, keçəlçilik məsələn Japonda ya bəzi yerlərdə burasını mənə ta keçəl eləmək, mənimki əlbəttə təbiidir. Bu bir tip idi. Yəni adamlar buranı vururdular, bu özü bir tip idi, bu özü bir kilas idi. Məsələn Japonda xüsusən. Bu adamlar üçün bu şəkildə bunlar bir tipdilər. İşlərdə də bu tür bir tiplər var. Məsələn mənim yazım bir tipdir. Mənim danışığım bir tipdir. Ya düşüncələrim bir tipdir. Bu onu deyir. Yeni tipik bir qaspıçı, tipik dedikdə, yəni bir tipdə. Yəni, mən bunu yeni oxudum. Yəni, tipik bir tip qaspıçı, məmuli. Tipik burada deyək məmuli, normal. Normal bir qaspıçı işğalgər modeli olan Neron. Onun modeli kimdir? Neron. Deyir, normal bir qaspıçının, işğalgərin modeli Nerondur. Tamam. Britannikus adında adamı barbar dostlar, vəhşi. Hətta fikir bu barbar sözü deyirlər, başı qırxırlar. Çünki bu tükləri kəsirlər, doğrurlar, tökürlər yerə. Buna görə barbar olur da. Yəni bu xuşunət verir, bu tükləri kəsir. Əslində bu tüklər kəsilməməlidir. Ona görə fikrin barbarca da oradan gəlir. Ya da elə barbarca siyasi söz buradan gəlir ki, bunu kəsir və nayrahanda olmur. Yəni bu tükləri biz kəsirik, dırnağımızı kəsirik, əsla nayrahanda olmuruq. İndi siyasətdə əgər bir qətliam edirik və nayrahanda olmuruq, eyni bir Səlmani kimi bunun
kəsirik adamların başını və nailxan olmuruq. Mən fikir edirəm ki, buradan gəlir. Bərbərcə, yəni bu baş qırxan kimi dəllək biz deyirdik. Dəllək kimi sonra da Səlmani oldu, sonra da arayışgər oldu. Carib də arayışgər farsça sözdür. Arayışgər farscada pis mənası var. Arvadların bəzənmağına arayış deyərlər. Biz gedirik, pirayiş edirik. Bu da bir kəlmədir, farslar düzəldiblər. Yenə də şeydir. Yəni kəsirik biz. Bir şey götürürük. Xanımlar bir şey izafə elərlər özlərinə, gözəl görsənsinlər. Erkəklər bir şey azaldarlar, gözəl görsənsinlər deyə. Məsələn, beləsi. Hər halda, barbarca qətl etməyə bir Səlmani kimi insanları doğramağa və peşinə düşməyə və onun peşinə, yəni dalısıcan və onun dalısına düşməyi gəlmişdir. Onun dalısına düşüb getmişdir. Deyir ki, bir bərbər kimi adamları bitirdi, kəsirdi və onları qurtarmaq üçün, nəslin yer üzündən kəsmək üçün də dallarına düşmüşdü. Amma onu nə qədər yaralarsa, kendisinə seçdiyi canavar rolü ilə o kadar çakışır. Deyir, hər nə qədər qəsbiçi, işğalgər, qətlam eləyən, hər nə qədər, amma onu nə qədər yaralarsa, nə qədər onlara yara vurdu, onları öldürdü, onlara əziyyət verdi, onlara ayaq altına aldı, əzdi, dillərin aradan apardı, tarixlərin, kültürlərin, deyir, nə qədər bunu aradan apararsa, kendisinə də, o zalim özünə də seçdiyi canavar rolunu, özünə bir canavar rolu seçibdir. Canavar burada farsça qorci deyirlər, o anlamdadır. Özünə bir yırtıcı, canavar, biz yırtıcı desək, deyir, canavar rolun, işin, canavar işin o qədər özünə seçmişdir. Deyir ki, rolu ilə o kadar çakışır. O qədər çakışmaq dostlar, biz yumurtanı çakışarıq ha, eyni ona tay. Deyir ki, bu nə qədər yırtıcılıq eləsə, o qədər özü də içində bundan çakışır. Yəni içində bir yırtıcılıq yekəlir bunun. Tamam. İndi bu da Neronu tirana dönüştürür. Tiran latincə sözdür. Türkiyə gəlibdir və işlənir Türkiyədə də zülm. Zülmə tiran deyirlər. Zalimə də tirana çevirib, tirana, yəni zalimə çeviribdir. Bu da, yəni bu ki, bu adam içində özünə canavar rolu seçib, adam öldürmək rolunu seçib, şikəncə eləmək rolunu seçibdir. Deyir, bu da onu, Neronu tirana çevirişdirər. O zalimi, bir Neron kimi tayları, ülgüləri bir zalimə dönüşdürər. Dönüşdürmək, dəyişdirmək deməkdir. Neron onun tahtini əlindən almaqla yetinməz. Neron o nə idi adı o birisi? Britannikos'un taxtini əlindən almaqla qani deyil. Almağa qani deyil. Dedi ki, Neron onun taxtını, taxtını, yəni taxt dostlar, ağaçdan bir şeydir, önəm daşımaz. Hətta qızıldan da olsa bir şey deyil, ərzişi yoxdur. Taxt ona o qudrətdir ki, onunla əmir verir və insanlar onun əmri üstündə bir işlər görürlər. O mühümdür. Bu taxt əslində o taxtı alıb məsələn bunun üstündə oturum, o deyil. O gücə malik olun. Onun taxtını əlindən almaqla yetinməz. Deyir, almaq, onun taxtın əlindən almaqla buna kifayət etməz. Yetinməz, yəni kifayət etməz. Dayanmaz, doymaz, yetməz ona. Tamam. Əlində qalan tək şeyə o Britannikos'un bir xanımı varmış ki, ona çox, əlbəttə hamı öz xanımına aşıq olmalı təbii ki. Deyir ki, onun əlində qalan tək şey nəymiş? Deyir ki, ona Cunya adında bir xanım imiş. Deyir ki, onun dünyanın aşkına da təcavüz etməyə çalışar. Deyir ki, hətta
bu onu öldürməyə, onu adamların öldürməyə, gücün əlindən almağa, sərvətin əlindən almaqla yetinməz, yəni doymaz, dayananmaz. Bəlkə istər o qədər içində həqarət görür, istər bunu desin. Onun içində o qədər yırtıcılıq var ki, bunun xanımısına istər təcavüz eləsin gözünün qabağında, onu küçültsün. Tamam dünyada bundan istifadə ediblər. Mütəəssifanə, hətta 21 Azərdən sonra da bizim Azərbaycanda da xanımlarımıza təcavüz ediblər, oğlanların bəzisinə təcavüz ediblər, ələni özü də ki, o milləti təhqir eləyələr. Bu dünyanın hər yerində mütəəssifanə olur. Hətta bu son zamanlarda Ukraynadan bir video gördük ki, bir dana qızı sərbazlar təcavüz edirlər və sonra da onu şikəncə edirlər. Lütün gördü. Yəni bu videonu gördük da biz. Hər halda dünya 21-ci əsrin 2002-də bu internet çağında, insan hüququ, bəşər çağında bunlar hələ gedir qabağa. Çünki mütəəssifanə yırtıcılıq belə bir şeydir. Yəni. Onu bu ən böyük ayartıcılığa qarşı konulmaz şəkildə sürəkləyən şey nə saf kıskançlıq, nə sapıklıktır. Deyir ki, o adamı ki, Neroni nə mənə məcbur elədi ki, bu xanıma təcavüz eləsin, onu açıqlır bizə. Yəni, bu adamın hər şeyini əlindən aldı, adamların öldürdü, pulun, sərvətin, evin, yerin, torpağın, millətin əlindən aldı. Nədən bunun xanımına da təcavüz eləməyə çalışdı? Deyir ki, onu istir açıqlayır. Deyir ki, onu bu ən böyük ayartıcılığa, bu ayartmağa, ən böyük bu ayartmaq, Farsça deyirlər ki, nə mənə? Farsça deyil, Türkçə, yer salmağa. Ayartmaq da, yəni onu, bunu mən nə cür deyim, o qədər türkçüdə zəyifuq ki, təəssüflə, ayartıcılığa, yəni bəstərsazi, Farsça desək, bəstərsazi, amadesazi, təhiyyə kərdən. Ayart eləmək, yəni, məsələn, elə bir ki, biz bir nəfəri gedirik, onunla danışırıq, hazırlayırıq ki, biri geçsin onu təcavüz eləsin. Bunu ayartmaq deyir. Acıdır sözü, söyüşdür, amma qurumsaqlıq məsələ. Qurumsaqlıq bu ayartıcılıqdır. Burada bu anlama gəlir. Ayartıcılığa qarşı konulmaz, yəni yaraşmaz şəkildə sürəkləyən şey nə? Onu bu işə, ona yaraşmayan, yəni Neron da bir şahıdır, gücü də hər şeyi var idi. İnsana da yaraşmaz bir dana xanıma təcavüz eləsin. Deyir, amma bunu nə mənə onu sürəklədi, zorla, itələdi, geçsin buna təcavüz eləsin. Nəyə? Saf qısqancılıq, deyir, saf, sadə bir qısqancılıq, həsadət, o çox gözəl deyək, məsələn. Əcəba çox sadə, gözəl olduğu üçün buna istədi, qısqandı ərin, ona təcavüz elədi. Nə? Sapıqlıq. Nə də ki, bunun sapıq dostlar, o adamlara deyirlər ki, münhərifdir. Məsələn, biz bir insanlar var, Təbrizdə var idi, biz o uşaqlıqda bunları çox eşilərik, uşaqbaz deyə. Bunlar sapıqdılar. Sapıqla, baxın, məsələn, dünyada da vardı, məsələn, Amerikada, Kanadada biz görürük ki, bir də insanlar var, bunlar həmcinsbazdılar. Yəni, erkək ilə sevişməyi istir, xanım da xanımla sevişməyi istir. Bunu Avropada görürük. Amma bunun sapıqlığı nərdədir? Sapıqlığı buradadır ki, bir dana yetişkin adam, baliq, ağıllı, böyük, güclü bir adam gedə bir uşağıyla bu işi görə. Burada sapıqlıq buradadır. Çünki siz evlənəndə iki dana erkək istir bir-birindən evlənsin. Tamam. İkisi də böyükdür, ağıllıdır, heç birisini toğlaya bilməz. Ya bu ondan qorxa bilməz. Amma uşaq belə deyil. Sapıqlıq daha çox o qaspıçılığın içsəl yazgısıdır.
Deyir, yox, heç birisi deyil. Nə sapıqlıqdır, nə də onun qısqancılığıdır bu. Gedir onun xanımına da təcavüz edir. Bəlkə daha da çox bundan dərindir. O, qaspıçılığın, işğalın zərurətidir. İşğalçı bu mərəzə mübtəladır ki, mən gərək onun xanımına da, qızına da təcavüz edəyəm. Ya, hətta özünə təcavüz edəyəm. Daha çox o qaspıçılığın içsəl, dəruni, içsəl yazgısıdır. İçindəki sərnevişdidir ki, öz-özünə yazır. Qasb edilənin əhlaki və fiziksel olaraq əzilməsi. Deyir, onun zehnində, qaspıçının zehnində devam edir. Qasb edilənin o məmləkət ki işğal olub, millətin ki beyni işğal olubdur, onları əxlaqi baxımdan, əxlaqi və fiziksel və cismi baxımdan olaraq, yəni əzməsidir. O bunu əzmaq istəyir. O fəqət bundan ləzzət aparır ki, mən bunu əzim. Biz sonlarda bir video gördük, fikrim Suriyedən gördük, pastarlar mücahidləri, ərəbləri tutublar, şiələri, müsəlmanları tutublar. Gözlərin bağlı bir çala qazıblar orada. Deyirlər, qaçır, o adam deyir, düz yoldur, amma bir çala var qabaqda. Həm özləri o çalıya uçurlar, düşürlər, həm də bunlar ona güllə ilə vururlar. Və buna sevinirlər. Yəni, pastarlar için bunu öldürürlər. Filmdə danışdıkları üçün farsdılar. Bunlar bunu öldükləri üçün adamları gözü bağlayıb, əlləri bağlı, gözü bağlı. Buna deyir, qaçır, düşür çalıya. Orada qıçı sınacaq zaten, qolbaşı sınacaq, bir yeri sınacaq. Amma bu da onu gülləlir daldan. Orada düşəndən sonra da gülləlir və buna sevinir. Bu qaspıtının bu ruhiyyədir, tapılar. Bu ruhiyyə tapılar. Mütəəssifanə, dediyim kimi bizim 25 Azər cəryanından sonra farslar və farsçılar, İrançılar, şahçılar. Şahçı deyəndə dostlar, pəhləviçilərlə fərqlidir. Bu pəhləviçilər gəldə bizim Azərbaycanda bir çox yerlərdə xanımlara təcavüz elədilir. Yəni bunu mütəəssifanə, acı da olsa biz yaşamışıq. Üstünü örtməyə gəlməz. Üstünü örtməyə gəlməz. Biz tarixin üstünü örtməklə tarix gözəlləşməz. Tarix bu cinayətləri görüb və insanlarımız bunu yaşayıblar. Mən bu xanımlardan birini tanırım. Fikrim 3-4 il bundan qabaq öldü. Nə var ki? İndi deyir ki, nə olsun, nə var ki? Kolonyalist örnəyində, kolonyalist misalında, örnək misal, kolonyalist örnəyində qasb edilənin yox edilməsi arzusu kendi kurallarını kendi içində bulur. Deyir ki, qəsb edicinin, farsların qəsb edəndən sonra o qəsb edicilik ruhu öz içində, öz qanunlarını tapar ki, onlara neynəsin. Deyir, bu qəsbçiliğin bir elə bir ki, dağdan biz qışdır, bir təyyarə minmişik, züyüldürük. Siz ki, oradan yendiniz, o sizin əlinizdə deyil, o gedəcəkdir. O gedəcək. Duruncan o təyyar nə cür gedər sizin əlinizdə deyil. Bu onu deyir ki, nə var ki, kolonyalist örnəyində, sümürgəçi misalında qasb edilənin yox edilməsi, bu işğal olunanların yox edilməsi, bunun arzusu əlbəttə, bunları yox etmək arzusu, kendi kurullarını, bu arzu öz qanunlarını, kurallar dostlar, yəni qanunlar, qaidelər, usullar, öz qanunlarını kendi içində bulur, öz içində tapar. Yəni, əgər biz arzu edirik ki, bu milləti aradan aparaq, farslar, məsələn, türkləri ya ərəbləri, deyir ki, bu arzu öz qanunları yaradacaq. Çünki sən o zaman ki, istəyirsən bir dana insanı, bir dana toplumu aradan aparasan, bunun aradan aparmaq yolları tapılacaq sənin qarşıva, çıxacaqdır. Sümürgə ilişkilərini canlılar listəsindən çıxarmayı belə bəlirsiz istiyorsa, hətta kendi də bunu acığa
açığa vuruyorsa kendisini yok etmeden bunu yapması olanaksızdır. Çox ağır cümlələr dostlar, çox dərin, kədərli cümlələr. Sümürcə ilişkilərini, yəni rəvabit istimargərani, istimarçının ilişkiləri canlılar, canlı diri da, canlılar, dirilər listəsindən, sırasından, canlıların içindən, listə içi, canlıların içindən çıkarmayı belli belirsiz istiyorsa, deyir, əgər bu işğalçı, işğal olunan canlıları, adamları istir ki, canlılar listəsindən çox bəlli də deyil, bəlirsiz, yəni biraz bilir, biraz bilmir, yəni çox da bəlli bilmir ki, mən isə bunları qətliam eləyəm, qutaram. Deyir, amma canlıları istir ki, bunları bir qoncu, farsça dilə qoncu, qoncu deyək da, bir qoncu, bir bəlirsiz bir bunun arzusu var. İstiyorsa, arzu elirsə, nə olar? Deyir ki, onda kendini yok etmeden, özün yok etmeden, əvvəl deyir ki, özün bu aradan apara, özündə insanlığı aradan apara, yəni. Kendini yok etmeden bunu yapması olanaksızdır. Özün insanlıktan çıkartmasa, bu adamları qətliam eləyib qutara bilməz. İndi burada bir parantez demiştim, mən onu oxumuşdum, indi sonra oxumadım. Hətta bəlkə də bunu açığa vurursa, deyir, hətta bu içindəki arzunu ki, bunları mən aradan aparım, deyir, bunu desə də. Məsələn, bunu biz son günlərdə bir dana video gördük, mən də bunu yaydım. Bir dana oğlandır, adı yadıma gəlmir, qəşəng müsahibələr alır, özdə fars, pan-iranist, işrati bir adamdır. Amma yaxşı müsahibələri var bunun. Tarixi Şəfahi adında müsahibələr alır. Bu, bir dana şah zamanının vəzirlərinin biri ilə danışır. O deyir ki, biz ərəbləri gərək o qədər öldürək ki, ərəblər ya oradan getsinlər, ya da ərəbliklərin dansınlar. Diqqət buyurun, dəqiqən budur. Bu, ağzına gətirir. Bəlli-bəlilsiz deyil bu. Bu, qətən o arzuna gətirir, biz ərəbləri öldürə bilsək. Ya bəziləri sən radio televizyonda müsahibə edirlər, deyirlər ki, mən həmi ərəbləri mikoşam. Yəni, bu qədər adamlar cinayətkar ola bilirlər. Deyir ki, bu adam kendisini yok etmeden, əvvəlcə özün insanlığını aradan apara. Burada kendisini ya içinde olan insanlığı. Çünkü bizim əslimiz, baxın, biz qiyafəmizə baxın, çox heyvanlar bizdən gözəldir. Bizdən çox şeylərdə güclü heyvanlar var. Sadəcə bizim içimizdə bir duyğular var. Onlarda da var. Biz mütəəssifانə heç bir canavar insan can yırtıcı deyil. Hətta biz bu yırtıcılığı mütəəssifانə İran adlanan məmləkətdə bu çox görünür. Canavarları da biz yırtıcı eləmişik. Canavar Kanadada, Amerikada gələrsə məsələn bir şəhərə bir təbliğə girirsə, orada olan ən kiçik zoru çatan heyvanı götürər qaçar. Canavar bizim tariximizdə, o bölgədə bunu öyrəşib ki, o bilmir biz müsəlmanıq, haram, halal bilərik. Məsələn, deyərik ki, buday mundar olubdur, bunu yeməyək. Canavar onu bilmir. Amma canavar bilir ki, əgər mən bir iş görəm ki, bunlar ölələr, onlar bu cəsədləri aparmayacaqlar. Mən də çıxacağım, gedəcəyəm, sonra bu cəsədləri ki, aparmadılar, mən gəlib bunu yiyəcəyəm. Canavar bunu öyrəşib təcrübəni. Biz onu öyrətmişik ki. Amma bu Kanadada, Amerikada, Avropada bunu öyrəşibdir ki, bax, mən ən kiçiyi alacağım, sürətlə qatacağım. Çünki qaş hər yerdə bunlar gəlib mən tutsalar, ağzımdan bir tikədə olsa onu alacaqlar. Biz heyvanları da istədiyimiz kimi yırtıcı tərbiyyət eləmişik. Canavar dünyanın heç yerində İran kimi canavar deyil. İranda canavarları da biz canavar eləmişik öz davranışımızla. Çünki bu şərti deyirlər də Pavlovun şərti qanunu. Əgər bir heyvan bir işi bir neçə dəfə görsə, ondan sonra onu örgəşər. Onu örgəşər. Bunu da biz bilirik.
kolonyalistin varoluşu sümürgələşdirilənin varoluşuna öyləsinə sıkıya bağlıdır ki, birinin başına bəla olan şeyin başka birinin için iyilik başka biri için iyilik olması diyalektiğini asla aşamaz. Deyir ki, kolonyalist yəni sümürgəçi. Kolonyalistin yəni bir dənə adam ki sümürgəçidir onun. Var oluşu, varlığı. Var oluş bilirik da, yəni var olmaq. Var oluşu sümürgələşdirilənin, farsların var olması, türklərin sümürgələşdirilənin var oluşuna öyləsinə elə sıkıya, yəni möhkəm. Sıkıya ərəbcə möhkəm sözüdür. Elə möhkəm bağlanır ki, bağlıdır ki, birinin başına belə bəla olan şeyin, bunların birinin, yəni sümürgəçi ilə sümürgələşdirənin birinin başına bir şey bəla olursa, başka biri için iyilik olması diyalektik asla aşmaz. Deyir ki, o birisinə faydalı olar. Birinin başına bəla gəlsə, o birisinin olması başka biri için iyilik olması diyalektik dostlar. Ben indi bunu bir Türkçesini yazmışam, onu oxuyayım. Çox o diyalektik biz o şey ki hərəkət biz bilirik, bunu deyim. Əvvəl biz bilirik ki, diyalektik yəni hərəkət. Özdə təzad əsasında. Bir-birinə zidd olar, hərəkət elər bir ayrı şeyə gedər, hey bu cüsü cəryan tapar. İndi deyir ki, bu olması diyalektiyi. Yəni deyir ki, bu bir hərəkətdir. Bu onu o bunu, bu onu o bunu. Hey beləsi cəryan tapar. Diyalektiyi əsla aşmaz. Deyir, bundan çıxmaz eşiyə. Əsla aşmaz, yəni deyir, bu qanundan çıxmaz eşiyə. Birinə bəla olan şey o birisinə xeyir olar. Məsələn, bizi öldürürlər, onlara torpaq qalır, filan qalır, bəhmə olur. Bizim Türkçə məsəlimiz var. Deyirlər ki, biri ölməsə, biri dirilməz. Bunu istir desin. Amma diyalektik nədir? Dostlar, deyir ki, gerçəkçiliyi, gerçək yəni həqiqət. O şey ki, dünyada vardı. Və onun çəlişmələrini incələmə. Bunların çəlişkilərini incələmək, incələməyə yarayan, faydası verən. Biz istiyoruz ki, dünyada bir şeylər bir-birindən cür gəlir, cür gəlmir. Bunu təhqiq eləmək üçün bir şeylərə əl atırıq və bu çəlişimləri aşmayı sağlayan yolları aramaya öngörən akıl. Deyir, bu bir dənə ağıldır ki, öngörür, yəni pişbini elir ki, bunlar bir-birlərinə nə cür hərəkət qoyur. Diyalektik bundan ibarətdir da. Tamam. Sümürgələşdiriləni tüm suçuyla yadsınması gərəkir. Sümürgələşdirilən, yəni biz türklər, farsların sümürgəsi yox da, tüm gücü ilə, bu bizləri tüm gücü ilə yadsıması, yad eləməsi, bica özündən çıxadıb, farsda deyirlər xodaqahi o, əlbəttə naxodaqah yox, məsələn, əz xod biqaneci. Yadsıması, yəni yad etməsi. Bir iş görəcəkdir ki, sümürgələşdirən tüm gücü ilə yadsıması gərəkir. Tüm gücü ilə biz özümüzü unutmalıyıq. Biz özgələşməliyik özümüzdən. Bunu deyir. Sümürgələşdiriləni tüm gücü ilə yadması bizi tüm gücü ilə sümürgələşdirilənləri özləşdirəcəkdir. Özlərindən çıxadacaqdır. Oysa kurbanının var oluşu kendi var oluşundan ayrılamaz. Deyir o halda ki kurbanının var oluşu, var olması kendi var oluşundan, özünün dirililiğinden ayrılmaz.
Yəni onun varoluşu bağlıdır bunun varoluşuna. Yəni Farslar bizi öldürməyə çalışırlar aradan, amma bizi onların var olmaq, sərvətli olmaqları, dillərinin gücü, ordularının gücü bizim gücümüzdən gələcəkdir. Yəni bizi öldürsələr onlar gücsüz qalarlar. Sümürcə sistemini korumayı seçdikdən sonra, sümürcə sistemin qorumağı seçəndən sonra onu savunmaya, İndidir, əvvəl gəldi neynədir? Sümürcə sistemin seçdi. Ondan sonra bunu savunacaq, bundan difa eləməlidir. Tümüylə fəsh etmək üçün gərəkdən daha fazla enerji harcaması gərəkdir. Deyir, tümüylə, yəni completely, kamilən, dibdən, kökdən fəsh etmək üçün, onu fəsh etmək, yəni silmək. Məsələn, bir dənə yazı, sizlə mənim aramda bir qərardat vardı. Bunu fəsh etmək, fəsxı. Evlənməyi fəsx edirik. Yəni, gedirik, deyirik, bunu istəmirik, boşanırıq. Buna deyirlər fəsx eləmək. Evlənmək bir qərardatdır, müqavilədir. Bir xanımla ağanın arasında, ya bir xanımla bir xanımın, ya bir ağı ilə bir ağanın arasında. Onun istədikləri zaman, iki tərəfdə iradə eləyə, ya bir tərəf iradə eləyə, fəsx eləyə bilər. Çünki o onun şeyidir. Deyir ki, tümüylə fəsx etmək üçün gərəkdən daha gərəkəndən daha fazla, lazım olandan daha çox enerji harcaması gərəkir. Enerji qoyması, xərc eləməsi gəlir. Harcamaq, xərc eləmək, işlətmək. Çox enerji qoyması gərəkir. Əgər istəyirsiniz bir şeyi kökündən aradan aparırsınız, gərək çox enerji qoyasınız. Və o enerjini hardan alırsınız? İndi görək nə deyir? Kəndisini sümürcə insanına bağlayan, adil olmayan ilişkinin farkına varınca sürəkli kəndini aklamaya çaba göstərmək zorundadır. Deyir ki, kəndini sümürcəyə sümürcə insanına bağlayan, adil olmayan özü də adil də deyil, həm özün bağlayıbdır sümürcə insanına, həm də adil deyil. Bunların ilişkiləri, rabitələrinin farkına varınca, bu rabitənin fərqin görüncə ki, nə vəziyyət, bu rabitə aşağı yuxarıdır, ağa nökərdir, bunu istir deyə. Deyir, bunun farqına, bunu düşününcə, farqına varınca, yəni düşününcə, sürəkli kəndini aklamaya, sürəkli kəndini haqlamağa, haqlı çıxatmağa, aklamaq dostlar, yəni haqlı çıxatmaq, aklamaya çaba göstərmək zorundadır. Deyir, özünü haqlı çıxatmağa çoxlu çaba göstərməlidir, zəhmət çəkməlidir. Çaba, biz indi ərəbcə zəhmət, türkçəsi çaba göstərməlidir. Kəndi ərdəmlərini hər kəsə göstərməyi asla unutmamalı. Öz fəzaili əxlaqin ərəbcə deyirlər, özünün əxlaqi üstünlüklərini hər kəsə yəni tamam hamıya, hər kəsə göstərməyi, onu fəzaili əxlaq üçün göstərməyi əsla unutmamalı, yadından çıxartmamalıdır. Bu yadından çıxartmamalı görəcən yad sözü türkcədir. Bizdə var yad, özgə. Bu bizdə var. Yaddan çıxartmaq, özgələşdirmək. Yaddan çıxartmamaq, pəs yad sözü nəzərə gəlir türkcədir. Məsələn, orada deyirlər yaddaşdır. Yəni nə mənə? Buna görə ki, özgə olmuyor, onu yazmaq, eləmək. Bunu deyirlər. Və bir kahraman və yücə bir insan gibi görünmək üçün ateşli tartışmalara girməlidir. Deyir ki, və bir də bu, kahraman və uca bir insan kimi, yəni başı uca bir insan kimi, kimi görünmək üçün ateşli, ateş atış sözündən gəlir, türkcədir. Atış sözündən gəlir, məncə belə gəlir. Ateşli, yəni oddu.
Atəş sözündən gəlir. Dedim də atəş də məncə türkdür. Amma dostlarımız ki sözsüzdülər, onlar deyəcəklər. Atəşli, yəni odlu tartışmalara girməli deyir. Deyir ki, bəs bu adam indi ki belə adam öldürür filan bəhman deyir. Bu axı sonunda bu adam gərək elə bu şeylərdən bir difa eləyə. Atəşin, nutq atəşin eləyir, danışa. Sümürgələşdiriləni aşağılamaya israrla devam edərək onları ən karanlıq rənglərdə təsvir edər. Diqqət buyurun, deyir ki, sümürgəçi sümürgələşdirilənləri bizləri, farslar bizləri aşağılamayı üçün, təhqir eləmək üçün, aşağılama, təhqir ki, ərəbcədir, onun türkçəsidir. Aşağılamaya israrla, israr yəni davam etməklə elə burada da gətirib, israrla davam edərək onları ən qaranlıqlara, qaranlıqda, ən qaranlıqlara qaranlıq rənglərdə təsvir edər. Deyir, ən kötü, pis, qaranlıq rənglər, burada pis. Pis rəhlərdə bunu nəqqaşlar, görsədər. Təsvir edər, yəni görsədər. Təsvir bizim buramızdadır da, beynimizdə. Biz deyəndə, məsələn, qızım, oğlum, qardaşım, dədəm, nənəm, onların biz təsvirini burada görürük. Deyir ki, o sümürgəçi, sümürgələşdiriləni aşağılamağı buraxmaz və bunda israr elər ta onlardan bir pis nəqqaşı təsvir eləsin. Hətta onların özlərinə onların özlərinə qəbul etdirsin ki, baxın, siz belə bir adamsınız da, aşağı, kütü, vəhşi, biyabancər, dövlətlərinizi 1000 ildə 2 dənə fars gəlibdir, sizə vəzir olubdur, sizi adam eləyibdir 1000 ildə. Biz də bunu qəbul edirik. Biyabancər, filan, bəhman, bunlardan bizə deyəcəklər. Gərəkirsə, deyir, hətta lazım olursa, onları deyir, əgər lazım olursa, gərəkirsə, onları üzr istəyirəm, bizim Əşbər Azad cənabları zəhvirdir. Mən birazdan sonra ona zəh vuraram, amma bilməmişəm və açıq qoymuşam. Deyir ki, gərəkirsə onları dəyərsizləşdirəcək. Onları, insanları dəyərsiz eləyəcəkdir. Deyəcək, sizin ərzişiniz yoxdur. O qədər olacaq ki, elə bir, məsələn, biz köhnə parça yox, uşaqları qədim, ya misalı çox acıdır, amma vaqəən bu cürdür. İndi Puşay Nəzadla uşağı bağlılar, sonra da bunu çıxadırlar, atırlar şikar qapıya. Dəyərsiz belədir, onun da dəyəri yoxdur. O zamanacın dəyəri vardı ki, bu bazardan almışdıq, gətirmişdik, uşağımıza bağlamamışdıq. Elə ki, uşağımızdan bunu açdıq, atdıq, bunun dəyəri yoxdur. Deyir ki, gərəkirsə, lazım olursa, onları, yəni sümürgəçiləri, işğal olan adamları və torpaqların sahiblərin dəyərsizləşdirilər, yəni yox etmək üzərə və bunları yox etmək üzərə yolunda tərəfində hərəkətə keçəcəkdir və bunları yox etmək üçün o yola, o yol yöntəmə girəcəkdir. Geçecektir, yani girecektir. Ama şu döngüden, ama bu döngü o yer ki dönürük. Küçəni dönürük bir ayrı, bu döngü. Bu döngüden itirdim ben. Ama bu döngüden asla çıkamaz. Ama deyir, bu döngüden asla çıxa bilməz. Yani nə? Görək ki, bunu açıqlır. Sümürgələşdirilmənin, yəni bu sümürgə etmə cərəyanının, prosesinin, istimar etmə prosesinin, sümürgələşdirilənlə arasında koyduğu məsafə aralıq açıqlamaq zorundadır. Deyir, özü ilə sümürgəçi sisteminin və sümürgələşdirən arasında olan məsafəni açıqlama zorundadır. Tozih vermək zorundadır. Tozih ərəbcədir, açıqlama türkçəsidir. Və kəndisini, ha belə özünü
haqlı çıxarma üçün, özün haqlı göstərmək üçün bu iki fiquru varlığı deyək, ya iki tür rəftarı sümürgəçi, sümürgələşdirilən bu iki fiqur. Kəndi görkəmli konumunu özünün görkəmli, yəni iqraq olunmuş mövqeyiyyəti, konum, mövqeyiyyət, idari, siyasi, ictimai, görkəmli, yəni qeyri-qabiliə inkar. Bundan da hətta yuxarıdır. Yəni, dərmuqabilə did. Bu qədər farsı desəm o cür olar. Gözəl sözdür. Valla türkçəni mən getdikcə çox sevirəm. Kəndi görkəmli konumunu və sümürgələşdirilənin aşağılıq konumunu, onuncu üstəydi, görkəmli üstəydi, bununcu da aşağılıq, təhqir, aşağı konumunu, mövqeyiyyətini geri dönüşsüz, qeyri-qabilə bazgəşt. Geri dönüşsüz, yəni qeyri-qabilə bazgəşt, geri dönüşsüz, geri dalı dönmək imkanı olmadan şəkildə qarşı-qarşıya gətirərək, qarşı-qarşıya gətirəcəkdir. Bu məsafəyi daha da açar. Bu ortaç bunların içində daha bunu çoxaldar. Yəni istemarçı ilə müstəmirə olan daha getdikcə bunların arasında o təhqir elər, bu da özü də yuxarıya gedər. Deyir ki, bu məsafə arada, bu aralıq daha çox genişləşəcəkdir. Dostlar, çox təşəkkür edirəm buracan olduğunuz üçün. Mən 69-cu səhifənin aşağısında son fəsli qoyaq qalsın, sabahları buradan oxuruq. Sağ qalın, sabahları görüşmək ümidi ilə. Hələlik.